gördüyün variant düzdürsə get. Qeydi dayandırıram da. Hə, dayandır, linki də atarsan qrupa. Nöqtə atdığım qrupa deməli o nömrəmə yaz. Tapdım ben. Aha. Sən gözlüyün gəlir. Göndərim müəllimə. Aha, uşaqlar, deməli belə. Deyin cavabı. 105-də nədir? Deyin gəlsin. C variant. Adım. C bende. Ay, C olsun. variant. Bu dəfə toplanmasını soruşur. Ha, ehtiyatlı olun. A tapanlar səhv tapıbdı. A tapanlar səhv tapıb. C tapanlar düz tapıb. Toplanmasını soruşur sizdən. Uşaqlar, Nuran, 0,7'nin kvadratı nedir ki Nuran? Hasan. 49. Tamam. Güzel. %49. Üstə gəl. Burada da kvadrat kök aparır, modulda çıxır. Yəni müsbət çıxır. Uşaqlar, siz çox böyük bir səhv eləmisiniz ha. Çox böyük bir səhv. A tapanlar çox ciddi Niyə səhv. müəllimə? Bu elə bil 49 qəpikdir. Bu 70 qəpik deməkdir. 49 qəpik ilə 70 qəpik toplayanda 1 manat 19 qəpik eləmir. Pulla desəm. Və ya Hesaplamışam müəllimə. toplayanda vergülün altında olmalıdır ha həmişə. Nizama fikir ver. Burada 9'un altında heç nə yoxdur deyə sürüşüb düşür aşağı. 4 üstə 7 eləyir 11. 1 yazaram 1 yadda. Vergülün altında vergül yazılır. Bildin niyə C'dir? Bəli. Yəni kobud səhv eləmisiniz. Müəllimə də toplamanı görməmişəm. Bayaqdan çıxıram, cavabı almıram. Sən yenə çıxırsan. Bunlar götürüb 49'un üstünə 7 gəlib 56 yazıblar. Utanmazlar. Yaxşı, Hasan get gözüm görməsin səni. 106-cı sualı qeyd eləməmişdinizsə mən səhv yazmışam sual. 106'nı Bəli. tamam qeyd eləyirəm 106'nı. Gəl elə baxaq 106'ya burdaca. Deməli belə. No buydu səhvədir. 106'nı izah eləyirəm, 107'ni yazım. 106 nömrəli sualda 81 nəyin qüvvətidir? Nigar 3 üstü nə yaza bilərsən 81'in yerinə? 4. Bunun da qüvvətində 4'də 1 var. Yaxşı. Vurulsun. Qızım 3 vurma deyil, çıxmadı. Çıxılsın 3 kök altda 3 vurulsun. Qızım 3 üstü 2'də 1. Kök altda 3 demək deyil. Ədədin kəsr üstü qüvvəti kök demək deyil. Yəni ikinci dərəcədən 3 üstü 1 demək deyil. Razısan yoxsa yox? Nigar bundan razısan? Bəlkə də Aldım belə. Anlamadım. anlamadın. Yaxşı, gəl anlataq. Gəl onda belə yazın. Sənin könlün necə istəyirsə. Kök altda 3'ü kökdən azad eləyəndə yadında da içərinin dərəcəsini çölün dərəcəsinə bölürdülər. Yəni 3 üstü 2'də 1 yazmaq olar bunu. Razısan mı?
Mən kök əddə 3-ün yerinə 3 üstü 2-də 1 yazıram. Vurulsun 3 üstü 2-də 1 misalın davamında var. Gedirik bunu hesablamağa Nigar. Burada 4'lər ixtisar gedir, 3 üstü 1 qalır, minus 3 vurulsun. Qızım 3 üstü deməli, 3 dəqiqə. 3 üstü 2-də 1'i 3 üstü 2-də 1'ə vuranda 3 üstü 2'də 2, yəni 1 eləyir, elə deyilmi? Yəni bu 3 çıxılsın 9, yəni mənfi altını verir sənə. Anladın Nigar yoxsa yox? 2 üstü 1, 2 üstü 1 o 1 edirdi. Hə, toplayırıq. Ha, tamam, anladım. Yaxşı, 3 üstü 1'də 3 demək. Uşaqlar, nəsə aydın olmadısa deyin. Utanmayın, çəkinməyin. Sual verin, səhvinizi izah eləyək. Müəllim. Mənim şeydə orada 3 üstü 2-də 1-i hardan aldınız? Necə yaratdınız yəni? Qızım, Kağıdadan yazmışsınız, onu deyirəm. kök əddə 3 var, ha. Bəli. İçərinin dərəcəsi böl çölün dərəcəsi. 3'ün dərəcəsi 1'dir. 1'i bölürsən kökün dərəcəsinə, yəni 2'yə. Bilirsiniz də kökün dərəcəsi yazılmayanda 2 deməkdir. Bəli. Kökdən azad etmək demək buydu. Mən sizə keçən dərs izah eləmişəm. Kök hətta eminci dərəcədən A üstü n veriləndə Nuray A üstü nə yazırdıq qızım? Eni bölürdü mənim emə. A sol. Yəni belə bir şey yazırdıq da kökdən azad eləyəndə, elə deyilmi? Bunu silirəm, bunu silirəm. İndi gəlin bunun eynisi var. Yazın. Yəni sual silin. Müəllim. Bəli qızım. Mən səhvlərimi düzəltmişəm. Yəni 2 dənə səhvim var, onsuz da çıxa bilərəm. Tamam, əgər düzəltmisənsə, səhvin yoxdursa gedə bilərsən. Bəli, ikinci gün görüşərik. Tamam, müəllim. yazırıq. Bəli, 107'ni yazırsınız. Yazın 107'ni. Müəllimə. Bəli. Biz bayaq 81'i yazmışdıq da 3 üstü 4 hələ. Bəli. Bəli. Burada da 32 2 üstü nədir? 4. Bəli. 4 yoxsa? Mənim 4 deyil. 2 üstü 5. 2 üstü. Dəfə, 5 dəfə vuranda 30 gelir. 4 dəfə vuranda 6 eləyir. Bəli. Bu bir tərəfi də kvadratı yüksəldirsiniz. 4'ün kvadratı 16. Uşaqlar, kök əddə 2'nin kvadratı neydir? 2. Ay, sağ olun. Sizin misalınız 5'lər gedir. 2 çıxılsın 32. Yəni mənfi 30 qalır. Anladınız uşaqlar? Başa düşdünüz? Bəli. Tamam. Bunu silirəm. Gəlin davam eləyək. Mən də səhvlərimi qayda çıxa bilərəm. Neçə nağılım? Hə. İndi gəlin 109'dan 110'a baxaq. Uşaqlar, asan yolunu deyəcəm. Asan yolunu deyəcəm sizə. Baxın, minusu m-dirsə, plusu onun tərsidir. M-də 1'dir. Yaxşı? Baxın, minusu n-dirsə, plusu nədir? Eni də 1. Doğrudur. Belə yaza bilərsiniz. Amma yox, mən enişteyinəm, mən hər şeyi zərrəsinə qədər öyrənməliyəm deyirsinizsə, onda gəlin, əlbəttə ki, deyirsiniz. Onda gəlin sizə kömək olum. Bunun üçün nə edirsiniz? Baxın, sizə verib kök əddə 7 çıxılsın, kök əddə 6'nı m kimi verib. Amma sizdən kök əddə 7 üstə gəl, kök əddə 6'nı istəyir. Gəlin buna da x deyək. Şuralar, sistem tənliyi kimi tərəf-tərəfə vurursunuz. Vuranda olur kök əddə 7'nin kvadratı kök əddə 6'nın kvadratı bərabərdir mx-a. Buradan 7'dən 6 çıxanda 1 qalır. 1 bərabərdir mx-a. X-i də tutmaq üçün hər tərəfə m-ə bölürsəm 1 bölüm. Buradan əmələ gəlib. Amma yəni belə minusu verirsə plusu 1 böldü. Yaxşı? Mən Einstein kimi öyrənmək istəmirəm. Belə rahat. Yaxşı. Deməli belə. Nuran bildiniz də elə deyilmi? Tamam. Bu da xoşbəxt oldu. Allah xoşbəxt eləsin. Yarayanlardan olsun. Buradan son bir səhifədə, bu sualda bir səhifədə sual qalıbdı. Bunu da deyək ki, öbür səhifə. Hə, baxın burada nədir məsələ? Uşaqlar. Kökün dərəcəsi neçədir? 2. Yəni siz burada
75'i yazırsınız 25 vurulsun 5 kimi. X kubu yazırsınız x kvadrat vurulsun x kimi. Y üstü 6'nı da yazın y kvadrat vur y kvadrat vurulsun y kvadrat şeklinde. Olar belə yazmaq. Şu olar. 25'dən Müəllim, sıfır. 8 eləmir o. Nə? Y müəllim 8 eləmir. Canın yanmasın. Toplanmır qüvvətlər. Vay mənim bağışlayın. Yaxşı. Deməli, 25-dən 5 çıxır. X kvadratdan çölə modulda x çıxır. Y kvadratdan çölə modulda y çıxır. Y kvadratdan çölə modulda y çıxır. Y kvadratdan çölə modulda y çıxır. Kök altında bir dənə qaldı 5, bir dənə də qaldı x. Razıyıq bununla. Bəli, mən Bilirsiniz ki, modulun içi müsbətdirsə özü, mənfidirsə əksi çıxır. İndi x müsbət olduğuna görə müsbət x çıxır, yəni 5x. Y-ləri isə mənfidir də. Mənfini mənfiyə vuranda müsbət, müsbəti də mənfiyə vuranda mənfi eləyir. Yəni mənfi y-in kubu. Diqqətdə 5x. Razılaşdıq, yoxsa yox? 3 dənə y-i bir-birinə vuranda y-in kubu eləyir. Sadəcə mənfi dediyi çölə əksi çıxır. Mənfi y kub. Razılaşdıq, yoxsa yox? Aydındır, yoxsa yox? Bəli. Tamamdır. aydındır. Aydın kimdir görürsən? Deməli belə. Gəlin davam edək. Uşaqlar bircə saniyə görə buradan başqa bir sual buna oxşar var? Yoxdur. Bəxtiniz çəkdi. Deməli belə. Gedək yuxarıdakı səhvlərinizə. Səhvlər burada 71-dən başlayır. Bu səyyarənin sualı idi. Düzəltdi məncə. Səyyarədən başqa 71-i sual verən var aranızda? Xeyr. Xeyr. Mənim sualım idi mən. Sənin sualındır. Sənə deyir hansı müsbətdir? Qızım, 3'ü kökə çevir. 3 kökətdə nə deməkdir? Kökə çevirsən. Nədən çölə 3 çıxır? Hə? Belə Gülay nə 9 çıxır? da 9. 9 da Gülay 7-dən 9 çıxanda mənfi eləyir də. Azdan çox çıxanda mənfi eləyir. A bəndə getdi. A-nı sil. Gülay burada 7. Kökətdə nə deməkdir 7? Gülay. 9 Ay bala 7 deyirəm. 9 49 mənim. 49 olar. 9 olur. Mən də 49 dedim ama Hə, sən səsin gəlmir. Bir an dəliyə döndüm. 9 hardan çıxdı? 49-dan 50 çıxır. Sen yakın olsun. Tamam. Gülay bəs 2. 4. 4-dən 6 çıxanda bu da mənfi eləyir. Desən cavab burada deməli D bəndidir. Y variant. 36-dır. 36-dan 35 çıxanda müsbət eləyir. D-də axı. Yaxşı. Tamam Hə, anladım. müəllim, mən səhv yazmışam. Çünki bu 4-dür. Nuray 2-yə 4 kimi baxırsan da kökətdə 4 kimi. Azdan çox çıxanda mənfi eləyir. Yaxşı. Şolar ədədləri kökə salın. Azdan çox çıxanda mənfi, çoxdan az çıxanda müsbət eləyir. Buradan tapa bilərsiniz. Mənim səhvim qurtardı. Çıxabilirim. Bəli, gedə bilərsən. Görüşərik. Nuran 74 sənin sualın idi. Tamam. Kimin sualıdır 74? Nigar sənindir? Müəllim, mən səhv eləmişəm. Nuray sənin. Tamam. Nuray cüt dərəcədən, bax qızım, bayaq dedik ki, 1,4 qalıb qabaqda. A-nı kökdən azad eləsək 22-ni 2-yə bölməli idi, elə deyilmi? 11 eləyir. Razısan? Amma cüt dərəcədən olduğuna görə normalda modulda çıxmalıdır. Sənə də A-nı mənfi verdiyinə görə bilirsən də ədəd mənfi olanda moduldan çölə əksi çıxır. Yəni mənfisi çıxır. Cavab ona görə Hə, müəllim, mən B variantı yazmışdım, müsbət. İndi misal üçün 75-də nədir onda cavab? 75-də qoy bir də müəllim baxım. Bax. Onda müəllim B variantı olar. Yox müəllim. A variantı olar müəllim. Ay sağ ol. Çünki mənfidirsə çölə əksi çıxır. Bəli, A bəndidir. Şolar 76 nömrəli sual. Nigar sənin səhvin idi deyəsən elə. Mənim də səhvimdir. Sənin də səhvindir. Şolar qüvvət üstü qüvvət olanda bu qüvvətlər bir-birinə nə olur? Vurulur. Vurulur. Yəni 3-də 4-ü vurmalısınız 5-də 3-ə. Vurulsun x üstü mənfi 5-də 3. Şolar ilk öncə bu üçlər ixtisar gedir. Yəni x üstü 5-də 4 vurulsun x üstü mənfi 5-də 3 qalır. Şolar əsaslar bərabər olanda vur deyəndə qüvvətlər nə olur?
Toplanır. Bəli. 5-də 4-ün üstünə, 5-də 4-ün üstünə mənfi 5-də 3 gəlirsən, amma bu zaman mənfi olduğuna görə çıxılır 5-də 1 qalır. Yəni x üstü 5-də 1 və bu da cavabdır. Uşaqlar başa düşdük, cavab niyə D bəndidir? Çatdı sizə? Davam eləyək. Bəli. Tamam. Zəhra 79 sənin səhvindir. Bəli. Zəhra, tək dərəcədən ədəd çölə necə çıxır, cüt dərəcədən necə çıxır? Təkdən mənfi çıxır, cütdə müsbət. Tək dərəcədə olanda özü çıxır, yəni mənfi 6 çıxılsın. Cüt dərəcədən olanda modulu. Mənfi 7-nin modulu müsbət 7-dir. Minus. Burada da elədir, burada da elədir. Sadəcə içərinin dərəcəsi 8-dir, çölün dərəcəsi 4-dür. Yəni bilirsən də 8 Bölünürdə 2 olur. kvadrat. Kvadrat. Mənfi 3-ün kvadratda 9. 3'ün kvadratı. Qurtardım. Bu da eləyir mənfi, işarələr eyni olanda işarə qalır, ədədlər toplanır. Bunları toplasaq 22 eləyir, neçə eləyir? Çox. 22 Anladın? deməli. Bəli. Hə. Neçə, hansı suallar dedik? 82 ilə 110 yaş gəl, baxaq 82. 81 izləyərsiniz də bir dənə diyor. Gerçekten. Onsuz qutarırıq. 8 dəqiqə onsuz bir yerdə gedirik. Buraxmayacağım 8 dəqiqə heç birinizi. Yaxşı? 8 dəqiqə sonra isə buraxacağım. Qalan suallara gələn dəfə baxarıq. Deməli, 82 nömrəli sual. Müxtəsərlə açmalısan. Müxtəsərdə A minus B-nin kvadratı necə açılır? Nuran, de yazın. Ay, sol. Yəni, bu qayda ilə hesablayacaq. İndi A budur, B də budur. Yerinə yazırsan. Yəni 2 kökətdə 3-ün kvadratı minus 2 vurulsun, 2 kökətdə 3 vurulsun, 3 kökətdə 5. Üstəgəl ikincinin kvadratı, yəni 3 kökətdə 5-in kvadratı. Yaxşı uşaqlar, bu prosesdə A, B nədir bildiniz də. İndi yerinə qoyub hesablayaq. Deməli, 2-nin kvadratı 4, kök 3-ün kvadratı 3, minus. 2-ni 2-yə vuranda 4, 4-ü 3-ə vuranda 12, kökətdə 3-ü də kökətdə 5-ə vuranda kökətdə 15. Üstə gəl. 3-ün kvadratı 9, kökətdə 5-in kvadratı 5. Bizim misalımız 12 çıxılsın, 12 kökətdə B, 15, üstə gəl 45 oldu. Nuran, burada hesab qaydasında 12 ilə 45 toplanır, eləyir 57, çıxılsın 12 kökətdə 15. Yaxşı, bildiniz? Çatdı sizə? Tamam, silirəm bunu. 81 izah elə, Nigarın sonuncu sualı delə, Nigar. Bəli. Nigar, vur deyəndə qüvvətlər nə olur? Toplanılır. Böl deyəndə. Çıxılır. X-in qüvvətində bunları toplayacaqsan, məxrəcə çıxacaqsan, elə deyilmi? Vur deyəndə, çünki 6-da 5-in üstünə gəlməlisən, mənfi 3-də 1-i. Sadəcə mənfi gəlirsən deyə çıxılır da bu. Sonra məxrəcə isə çıxırsan. Razısınız bununla uşaqlar? Baxın, vur deyəndə qüvvətləri toplayırsan, 6-da 5 üstü mənfi 3-də 1 gəlirsən. Sadəcə mənfidir deyə çıxılır Nərmin. Böl deyir indi məxrəci. Böləndə də qüvvəti çıxırsan. Yəni 4-də 3-ü çıxırsan. Bu x-in qüvvətində orta məxrəcə gətirək. Orta məxrəc 12-dir da. Bunu vurarsan 2-yə, sürəti də vurarsan. Bunu 4-də vurarsan, sürət də vurarsan. Bunu 3-ə vurarsan, sürət də vurarsan. 12-də 10 çıxılsın 4, çıxılsın 9 eləyir. Yəni bu x-in qüvvətində 12-də neçə eləyir uşaqlar çıxanda? -3 müəllim. 3. 3 ilə 12-də ixtisar gedir, 4-də 1 qalır. Yəni x-in qüvvətində -4-də 1. Anladınız yoxsa yox? Vuranda toplanır, böləndə çıxılır. Unutmayın. Silin bunu. Tamam. Bir dənə sualı qalan Nuran sənsən elə. Tamam. Digər suallara isə uşaqlar baxasıq. Əslində bunlara baxdıq, irrasionallıqdan bildiniz necə azad eləyirlər. Az qalıb ki sualınız. Yoxsa 3 dənə sualınız qalıb. Bunda izah eləyim, gedin elə. 110. Ay baxmışıq da, canın yanmasın bunu. Bildin də tərsidir. Tamam. 2 dənə sual qalıb. Onu da deyim, gedin. Uşaqlar, 91-ə baxıram. Ədədin mənfi qüvvəti tərsi deməkdir, elə deyilmi? Yəni 4-də 3-ün üstü -1, 3-də 4 deməkdir.
Razısınız? Ədədin mənfi qüvvəti tərsi deməkdir. Sonra m üstü mənfi 2-ni mənfi 1-ə vuranda m üstü müsbət 2 eləyir. Sonra n-ni n üstü mənfi 1-ə vuranda n üstü mənfi 1. Sonra p üstü mənfi 3-ü mənfi 1-ə vuranda p üstü 3 eləyir. Razılaşdıq. 3-də 4. M'in kvadratı P'nin kubu bölünsün N olur. Çünkü N mənfi qüvvətdədir. Mənfi demək məxrəcdədir deməkdir. Anladınız mı yoksa yok mu? Deyin görək. Çatdı siz. Ben başa düştüm. Tamam. Kimin səhvi idi bu? Ben benim səhv yazmıştım. Tamam. Zəhra ve Nuray anladınız. Keçim növbəti sonuncu suala. Tamam. Uşaqlar 92 nömrəli sualı hesablamanın bir dənə asan yolu var. Bu hər ikisi nəyə bölünür? Ortaq vuruq nə çıxardım? 3'e. Kökətdə 3'ü çıxardım. Qalır kökətdə 5 çıxılsın, kökətdə 2. Birinci mötərizədə. İkinci də bunun P-los versiyasıdır. Yəni kökətdə 5 üstə gəl, kökətdə 2-dir. Uşaqlar A minus B-ni A plus B-yə vuranda müxtəsər deyil bu. A kvadrat çıxılsın. Ben Ayzo 5 çıxılsın 2-dir də bu. Bu da 3 eləyir. Yəni 3 kökətdə 3 cavabdır. Son olaraq yazın 93 gedə bilərsiniz. Nuran sən gedə bilərsən. Düz yazırsan da onsuz. Bəli, bağlı yüklə linki göndərərsən. Yaxşı? Tamam. Gedə bilərsən. Sən də.